Salam olsun qəlbi qırıq olanlara. Salam olsun gecələr başını yastığa qoyanda niyə alınmır, niyə bacarmıram deyə öz-özünə sual verənlərə. Salam olsun Allahın rəhmət qapısını döyən, amma hələ cavab almadığını düşünən yorğun yolçulara. Əziz dostum, bilirəm, yorulmusan. Bəlkə illərdir bir işin arxasınca qaçırsan, amma əlin boş qaydırsan. Bəlkə ticarət edirsən, qazancın bərəkəti yoxdur. Bəlkə ailəndə hüzur axtarırsan, amma evindən səsküy əskiy olmur. Və sən güzgüyə baxanda özünə o ağır sualı verirsən. Mən uğursuzammı? Mənim bəxtim bağlıdırmı? Dünya bizə öyrədib ki, uğursuzluq pulun olmamasıdır. Amma İslam bizə öyrədir ki, əsl uğursuzluq Allahla arandakı bağın qopmasıdır. Əgər o bağ qopubsa, bütün dünya sənin olsa belə sən müflissən. Əgər o bağ möhkəmdirsə, quyunun dibində olsan belə Həzrəti Yusif kimi sultansan. Bugün səninlə birlikdə o düyünləri açacağıq. Biz bugün bəhanə axtarmayacağıq. Filan kəs mənə badalaq vurdu, zəmanə pisləşib deməyəcəyik. Biz bugün barmağımızı özümüzə tuşlayacağıq. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin nuru ilə qəlbimizin qaranlıq künclərinə işıq salacağıq. İmam Əlinin əleyhissalam o kəskin zəkası ilə həyatımızdakı səhvləri tapacağıq. Gəlin ən acı həqiqətlə üzləşək. Uğur bir enerjidir, bir nurdur. Günah isə bir zülmətdir, qara bir pərdədir. Sən heç zülmətin içində işığın yandığını görmüsənmi? Mümkün deyil. Ya işıq var, ya qaranlıq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, həqiqətən insan işlədiyi günah səbəbindən ona gəlməkdə olan ruzidən və uğurdan məhrum edilər. Dərin düşünək. Ruzi sadəcə çörək deyil, uğurlu bir evlilik ruzidir. Salih bir evlad ruzidir. Qəlb rahatlığı ən böyük ruzidir. Allah sənə bu ruziləri göndərir. Mələklər o hədiyyələri sənə gətirir. Amma sənin etdiyin bir qeybət, söylədiyin bir yalan, başqasına attığın bir iftira və ya harama baxan gözün, o sənin ətrafında elə bir divar hörür ki, o ruzi gəlib sənə çata bilmir. Sən dükanı açırsan, müştəri gəlmir. Sən imtahana girirsən, bildiyin yaddan çıxır. Səbəbi çöldə axtarma. Bəlkə dünən qırdığın o qəlb bugün sənin yolunu bağlayıb, bəlkə haqqına girdiyin o insanın ahı sənin uğurunun qarşısında dağ kimi durub. Uğursuzluq əslində bir siqnaldır. Necə ki maşında benzin bitəndə qırmızı işıq yanır, həyatında da işlər tərs gedəndə Allah sənə siqnal verir. Qulum, yolun səhvdir, qayıt, mənim qapıma qayıt. İkinci gizli səbəb, niyyət. Biz çox vaxt özümüzü alladırıq. Deyirik ki, mən bunu ailəm üçün edirəm, mən bunu insanlıq üçün edirəm. Amma qəlbimizin dərinliyində gizli bir səs var. Mən bunu desinlər deyə edirəm, məni tərifləsinlər deyə edirəm. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, əməllər niyyətlərə görədir. Hər kəsə ancaq niyyət etdiyi şey vardır. Kimin hicrəti, yəni yolu Allahadırsa, Allaha çatar. Kimin yolu dünya üçündürsə, dünyada qalar. Əziz dostum, uğursuzluğunun səbəbi bəlkə də budur. Sən Allahın razılığını yox, insanların alqışını hədəflədin. Allah özünə şərik qoşulmasını istəməz. Sən qəlbində insanlardan mədəd umduğun an, Allah səni o insanlarla baş-başa buraxar. İmam Əli əleyhissalam buyurur, İxlas, yəni səmimiyyət, uğurun açarıdır. Niyyəti qarışıq olanın aqibəti də qarışıq olar. Özünə sual ver. Bu işi kimsə bilməsəydi, yenə edərdimmi? Bu işdən pul qazanmasaydım, yenə edərdimmi? Əgər cavabın xeyirdirsə, deməli təməl çürükdür. Çürük təməl üzərində bina ucalmaz, uçub dağılar. Uğursuzluq məhz o binanın uçmasıdır. Gəlin indi güzgüyə baxaq.
Uğursuzluğun atası tənbəllikdir. Biz möcüzə gözləyirik. Oturduğumuz yerdə qapı döyülsün, kimsə gəlsin, həyatımızı dəyişsin istəyirik. Amma İslam dini hərəkət dinidir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, Allahım, acizlikdən və tənbəllikdən sənə sığınıram. Düşünün, kainatın əfəndisi tənbəllikdən Allaha sığınır. Bəs biz günorta oyanırıq, günümüzü boş şeylərlə keçiririk. Sonra da bəxtim yoxdur deyirik. Bu Allaha iftiradır. Allah sənə ağıl verib, əl verib, zaman verib. İmam Əli əleyhissalam buyurur, işləmək çətindir, bəli, amma boş dayanmaq fəsaddır, çürüməkdir. Yenə buyurur, fürsət bulut kimi keçər, onu tutmayan sonra peşmanlıq tozu udar. Uğursuzluq əslində sənin ertələdiyin işlərin cəzasıdır. Sabah edərəm dediyin hər şey bugün sənin ayağına dolanan zəncirdir. Müvəffəqiyyət sirri axtarırsan, budur sir. İndi, sabah yox, indi. Qalx və bir şey et. Kiçik bir addım at. Hərəkətdə bərəkət vardı. Duran su iyilənər, axan su təmiz qalar. Sən axan su ol. Digər bir bəla, mən bilirəm xəstəliyidir. Uğursuz insanların ortaq xüsusiyyəti nədir bilirsinizmi? Məsləhətə qulaq asmazlar. Öz ağıllarına o qədər güvənərlər ki, uçuruma getdiklərini görməzlər. Halbuki Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Allahın rəsulu olmasına baxmayaraq hər işdə səhabələri ilə məsləhətləşərdi. O buyurur, istixarə edən, yəni Allahdan xeyir istəyən ziyana uğramaz. İstişarə edən, yəni məsləhətləşən peşman olmaz. İmam Əli əleyhissalam buyurur, öz fikrini bəyənən və lovğalanan həlak olar. Başqaları ilə məsləhətləşən isə onların ağıllarına şərik olar. Uğursuzluğun səbəbi bəlkə də sənin qürurundur. Burnun havada olduğu üçün önündəki çuxuru görmədin. Ağıllı insan yıxılanda niyə yıxıldım deməz, kimdən soruşmalıydım deyər. Dostunu düzgün seç. Ətrafında sənə yalançı təriflər deməyən, səhvlərini üzünə deyən insanlar olsun. İmam Əli əleyhissalam buyurur, İnsanların sənə ən sevimlisi o kəs olsun ki, sənə doğru yolu göstərsin və eyiblərini sənə hədiyyə etsin. İndi gəlin dərmanı tapaq. Əgər uğursuzluğun səbəbi günahdırsa, onun dərmanı istiğfardır, yəni tövbə etməkdir. Bəlkə deyəcəksən, tövbənin mənim işimlə, pulumla nə əlaqəsi var? Çox böyük əlaqəsi var. Qurani Kərimdə Nuh surəsində Allah buyurur, Rəbbinizdən bağışlanma diləyin, çünki O çox bağışlayandır. Əgər belə etsəniz, O göydən üzərinizə bol yağış və bərəkət yağdırar, mal dövlətinizi və evladlarınızı artırar, sizin üçün bağlar salar və çaylar axıdar. Gördünüzmü? Düstur Qurandadır. Pulun mu yoxdur? Əstağfirullah de. Uşağın mı olmur? Əstağfirullah de. İşlərin mi bağlıdır? Əstağfirullah de. Amma sadəcə dillə yox, yanaraq, peşman olaraq de. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, kim çoxlu istiğfar edərsə, Allah ona hər dərddən bir qurtuluş, hər darlıqdan bir çıxış yolu göstərər və ona heç gözləmədiyi yerdən ruzi yetirər. İndi isə, əziz dostum, sözlər bitdi. İndi ruhunu təmizləmək və o ağır yükü çiyinlərindən atmaq vaxtıdır. Səndən xahiş edirəm, harada olursansa ol, gözlərini yum. Bədənini tamamilə sərbəst burax. Təsəvvür et ki, qaranlıq bir quyunun dibindəsən. Amma yuxarıdan sənə nurdan bir ip uzadılıb. Bu ip Allahın isimləridir. İndi mənimlə birlikdə qəlbinin dərinliyindən, sanki boğulan bir insanın nəfəs alması kimi bu xüsusi zikirləri təkrar et. Birincisi, La ilahə illə əntə, subhanəkə, inni kuntu minəz zalimin. Mənası budur. Səndən başqa ilah yoxdur. Sən paksan, müqəddəssən. Mən doğrudan da nəfsimə zülm edənlərdən oldum. Bu, Həzrəti Yunusun
balığın qarnından qurtuluş duasıdır. Qaranlıqdan aydınlığa çıxaran ən güclü zikirdir. İkincisi, Ya müfəttihəl əbvab, iftəh lənə xayrəl bab. Yəni, ey qapıları açan Allahım, bizim üzümüzə ən xeyirli qapını aç. Bu dua bağlı bəxtləri və düyünə düşmüş işləri açmaq üçün xüsusi bir açardır. Üçüncüsü, Ya kəfi, ya muğni. Yəni, ey mənə kifayət edən, ey ehtiyatsız edən və zənginləşdirən Allah, məni insanlara möhtac etmə, sən mənə yetərsən. Öz xəzinəndən mənə uğur ver. Dördüncüsü, La ilahə illallahul məlikul haqqul mubin. Hökmdar, haqq və hər şeyi aşkar edən Allahdan başqa ilah yoxdur. Bu zikir ruzi darlığını aradan qaldırmaq və yoxsulluqdan qurtulmaq üçün tövsiyə edilir. Və sonuncusu, Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Allahım, Peyğəmbərimizə salam olsun. Salavat, uğursuzluq düyününü əridən nurdur. Sən uğursuz deyilsən, sən sadəcə imtihandasan və hər imtihanın bir sonu var. Bugün öyrəndin ki, açar sənin əlindədir. Tövbə et, niyyətini düzəlt, tənbəlliyi at və hərəkətə keç. Görəcəksən ki, o daş divarlar necə uçub gedəcək. Həzrəti Yusifi zindandan çıxarıb Misrə sultan edən Allah səni də bu darlıqdan çıxarmağa qadirdir. Əgər bu video sənin qaranlıq dünyana bir şam işığı oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol ki, bu mənəvi ailəmiz böyüsün. Rəy bölməsində Həsbunallahu və ni'məl vəkil, yəni Allah mənə bəsdir, o nə gözəl vəkildir, yaz. Qoy bu zikir sənin bütün dərdlərini Allaha tapşırdığının möhrü olsun. Yolunuz açıq, bəxtiniz nurlu, aqibətiniz xeyirli olsun. Hələlik, Allah amanında.